Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Hər kəsə dəstəyi üçün təşəkkür edirəm. Keçilərimizi axşam qonaqlığına gətirmişik. Burada belə bir yer var. Əkin sahələrinin aşağı hissəsidir. Buralar əkin sahələridir. Burada qamışlıq yerdə, burada su durduğuna görə buna su qamışı deyirlər. Keçilərin əsas sevdiyi qidalardan biridir. Giriblər, həm hava istidir, qamışın içi biraz sərindir, kölgədir. Həm orada günəşdən özlərini qoruyurlar, həm də axşam yeməklərini yeyirlər. Demək, maraqlananlar çox olur, sual verənlər çox olur ki, yəni bir keçi, hansı keçidən alsam, necə baxım, nə edeyim? Ümumiyyətlə bu keçi təsərrüfatına başlamaq üçün nə etmək lazımdır? Bugün sizlə bu bir neçə illik öz təcrübəmi paylaşmaq istəyirəm ki, sıfırdan bir keçi təsərrüfatına başlayanda nələrə diqqət eləmək lazımdır, nələri nəzərə almaq lazımdır. Yəni bunları mütləq bilmək lazımdır ki, sonra zərərdən çıxılmasın. Çünki bəzən insanlar olur da, baxırlar, deyək, müxtəlif təsərrüfatlara. Bəzən birdən insan həvəsə gəlir, biraz da maddi imkan olanda onu hansısa bir sahəyə, bir biznesə yatırmaq istəyir. Və bəzən baxır ki, hə, insanlar təsərrüfatları var, keçi saxlayırlar. Müəyyən qədər bunun südünün qiyməti bu qədərdir, pendirin qiyməti bu qədərdir və həvəslənib alırlar. Sonra da mənim təcrübəm göstərir ki, Azərbaycanda %90 keçini alan ən uzağı 2 ildən sonra bu təsərrüfata tövbə eləyib kənara atır. Bunun da bir neçə səbəbləri var. Yəni bu səbəblərə nəzərə almadan işə başlayanda çox təəssüf ki, nəticəsi el olur. Demək, necə başlamaq lazımdır, nə etmək lazımdır? Ən birincisi, keçini alarkən mənim fikrimcə, əgər heç heyvan saxlamamısınızsa, ümumiyyətlə keçi saxlamamısınızsa, təcrübəniz yoxdursa, ən maksimum azla başlamaq lazımdır. Nə bilim, 2 dənə, 3 dənə, 4 dənə, maksimum 5 dənə keçi ilə başlamaq lazımdır. Çünki elə olanda həm siz öyrənirsiniz, həm də sabahları, belə deyim, inşallah olmasın. Amma işlər yaxşı getməzsə, baxa bilməzsinizsə, artıq baxarsınız ki, bu iş sizlik deyil. Yəni, bundan öncə nə bilim, deyək, qoyun saxlamısınız, ya iri buynuzlu heyvana baxmısınız, ya toyuq, hinduşka nəsə saxlanılıbdır. Başqa təsərrüfat növündən məşğul olmuşsunuz və bu təsərrüfat artıq baxsınız ki, sizlik deyil. Onda ən azından nə etmək olar? Bu heyvanlardan, belə deyim də, satmağı da asan olar və daha tez canınızı qutara bilərsiniz. Yəni. Çünki birdən-birə həm investisiyanız az olur onda, həm də zərər də az olur. Amma birdən-birə gedib çox heyvan alınsa, deyək, İnsanlar var, məsələn, bəzən deyir ki, mən gedib, nə bilim, bir 40 dənə keçi alsam, 50 dənə keçi alsam, 30 dənə keçi alsam, bunun nə qədər pulum çıxar, buna nə qədər gəlir götürə bilərəm, nə qədər xərc çəkməliyəm və s. və ilə axır. Burada birinci məsələ budur ki, azla başlamaq və yavaş-yavaş təcrübə eləyib öyrənmək. Çünki keçi təsərrüfatların içində ən həssas olanı, ən, belə deyim də, yəni, incə olanıdır. Həm xəstəliklərə qarşı daha həssasdır, həm baxımı daha həssasdır, şəraiti daha yaxşı olmalıdır. Bir bunu nəzər almaq lazımdır. İkinci məsələ, dədələrimizin bir misalı var, deyir ki, atı almamış axır düzəltmək. Bu həqiqətən yerində deyilmiş bir sözdür. Yəni, siz, məsələn, hal-hazırda sizin tövləniz ola bilər. Siz öncədən bu tövlənin içərisində, nə bilim, toyuq saxlamısınız, ya böyük
iri buynuzlu saxlamısınız, ya qoyun saxlamısınız, ya və eyni tövlədə gətirib keçini saxlamaq istəyirsiniz. Bu elə bir ki, atı almadan axır düzəltmə məsələsinə bənzəyir. Yəni keçinin saxlanma şəraiti digərlərindən tamamilə fərqli olmalıdır. Çünki keçi dediyim kimi çox həssasdır. Məsələn, siz qoyunu gətirib dama doldurarsınız. Yeri gələrək qoyunun yazda buna miz deyirlər. Ayağının altı təmiz palçıq olar, onun içində yatar. Yəni qoyun üçün fərqi yoxdur. Amma keçi elə heyvan deyil. Keçi nəmişliyə qarşı, suya qarşı daha həssasdır və buna diqqət eləmək lazımdır. Yəni şərait, saxlanma şəraiti, saxlanma yeri. Buna tövlə də deyə bilərik, buna dam da deyə bilərik. Bu düzgün planlanmalıdır, düzgün seçilməlidir. Bu düzgün seçilməsə zərər eləyəsiniz. Mən öz təcrübəmdən deyim. Hardasa bundan bir 5-6 il əvvəl burada gördüyünüz bu sanən keçilərini bizdə əvvəl yerli keçilər idi. Daha sonra yerli hələf mələzlərimiz var idi. Sonra qərara gəldik ki, sanən alaq. Amma biraz plansız hərəkət elədik. Bizim tövlə bu sanənlər üçün ideal deyildi. Ona görə ciddi bir orada, belə deyim də, ağır bir dərs aldıq. Yəni çox ciddi bir zərərlə bu işin içindən çıxa bildik. Ondan sonra bizə dərs oldu ki, demək ki, bunun tövləsi düzgün olmalıdır. Yəni bizdə də hər şey idealla başlamayıbdır. Mən burada yenə deyirəm, sizlə öz təcrübəmi bölüşürəm. Bəzən o təcrübələr də biraz ağırlı, acılı ola bilir. İndi inşallah mən bunu bölüşürəm ki, kimlərsə də başlamaq istəsə, ən azından bunları nəzərə alar və daha az zərər eləyər. Yəni saxlanma şəraiti düzgün olmalıdır. Düzgün tövlə şəraiti düzgün formalaşdırılmalıdır. Yəni bunu da Allaha şükür indi internet var, müasir dövrdür. Yetərincə araşdırıb öyrənə bilərsiniz, yəni bu işə başlamazdan öncə. Digər bir məsələ heyvanın qidalanması. Biz dədə-babadan öyrənmişik ki, ən uzağı bizim verdiyimiz qida nədir? Arpadır, buğdadır, qarğıdalıdır, nə bilim, kəpəkdir. Bunlarla biz xırda buynuzluya da, iri buynuzluya da baxmışıq, onun nə bilim, həm kökətməsini eləmişik, həm südünü sağmışıq. Yem rasyonu eyni olubdur. Amma bu keçilərdə, xüsusilə də süd keçilərində yem rasyonu tam fərqli olmalıdır və ideal olmalıdır. Yəni siz bunun, məsələn, bir sanən keçisinin nəzəri olaraq göstərilən süd miqdarı, deyək, 700-lə bir laktasiya dövründə 1700 litr arası, 1500 litr arası göstərilirsə, bu o deməkdir ki, bunun qidalanması da ideal olmalıdır. Yəni siz bundan laktasiyasında, o nəzəriyyədə görünən südü almaq istəyirsinizsə, qidalanma da düzgün olmalıdır. Yem rasyonu düzgün olmalıdır. Bu düzgün seçilməlidir. Yəni elə gətirdim arpanı, qarğıdalını verdim, hə bu keçi super süd verəsidir. O böyük ehtimal ki verməyəsidir. Çünki o südün tərkibi adətən yağ və proteindən ibarətdir. Verilən qida da həm heyvanı yağla, həm proteinlə təmin eləməlidir ki, ideal süd ala biləsiniz. Bu digər bir məsələdir. Başqa bir məsələ, sizin yaşadığınız yerə görə, yaşadığınız əraziyə görə, oradakı hava şəraitinə görə, iqlim şəraitinə görə, otlağına görə, ərazisinə görə düzgün keçi cinsini seçməlisiniz. Yəni belə deyim, məsələn, çox kol-koslu bir yerdə aparıb siz bu heyvanı otarasınızsa, bu südlük keçilərin, xüsusilə də bu yelin forması sallaq olan, aşağı olan, hələbi olsun və sanənin bəzi formaları var, onlar olsun, ondan sonra nə bilim, digər südlük keçiləri, mursiyana olsun. Siz bunları aparıb çox kol-koslu bir yerdə otarasınız, orada saxlayasınızsa, elə 2 gündən bir bunun yelini, tikanzırasıdır, çöpçürasıdır, o da ki südlük heyvanlarda bu müxtəlif xəstəliklərə gətirir, mastit olur, yelin şişir. Bir də görsün, məsələn, bizdə bu il başımıza gəldi, bizim burada bir dənə mursiyanamız var, qara küər. Məsələn, o çəpərdən digər tərəfə keçəndə tikanlı məftil düz onun yelinin ucundan, məməsinin ucundan batdı və nəticədə nə qədər iynə dərman eləməyimizə baxmayaraq çox bərbad bir şəkildə yelin şişdi, daşa döndü və bir tərəfi düşdü, yəni qurudu, düşdü. O qədər bir, belə deyim də,
işin içindən çıxa bilmədik. Yəni o məsələn ciddi şəkildə problem oldu. Bu da o deməkdir ki, bir, ona görə heyvan seçməlisiniz. Bir digər məsələ, məsələn siz aran zonasında yaşayırsınızsa, bu saynən keçiləri orada iş effekt verməyəsidir. Yəni bu saynən keçiləri isti havaya dözümü çox azdır. Bu dəqiqə bizdə temperatur artıq 35-40 dərəcəyə gedir. Saynən keçiləri günüz bildiyiniz ləhləyirlər. Yəni o qədər, yəni heyvanlara ventilyator almışıq. Ventilyatorun altında nə bilim belə ora-bura bitər. Heyvanları saxlamağa çalışırıq. Biraz gün sensin, heyvan özünə gəlsin yəni. Və yaxud da ki, məsələn, Mursiyana keçisi. Mursiyana keçisini siz aparın dağlıq ərazidə açıq şəraitdə saxlamağa çalışın, otarmağa aparmaq istəyin. Mursiyana demək olar ki, tük yox kimi bir şeydir. Bu heyvan orada iş verməyəsidir yəni. Bu ancaq həmən ərazidə qapalı şəraitdə olmalıdır. Deyək, dağlıq zonalarda da havanın temperaturu ilin bəlkə də 7-8 ay çox aşağı olur. 3-4 ay belə orada normal hava olur ki, Mursiyana yaşaya bilsin. Burada buna diqqət olunmalıdır ki, mən bu heyvanı harda saxlayasıyam, hansı şəraitdə saxlayasıyam, harda otarasıyam. Bax, bunları nəzərə almadan atılan bir addım gətirib nəyə çıxardasıdır? İşin içindən çıxılmaz bir vəziyyətə və zərər olmasıdır yəni. Çünki orada o heyvan effekt verməyəsidir, səmərə verməyəsidir və nəticədə siz gördüyünüz işə min peşman olasınız. Sabahlarda deyəsiniz ki, bir dənə bu heyvanı satsaydım, canım qutarardı. Dədələrimiz demişkən, zərərin harasından dönsən xeyirdir. Amma kiçik bir sayda başlamasınız, böyük bir sayla başlasınız, 40 dənə bugün saynən keçisini, 30 dənə saynən keçisini almaq istəsəz, ideal yanında balasının və yaxud da ki, balasız, mənəm deyən təmiz saynən, yəqin ki, qiyməti 500-600 manatdan yuxarı olar ki, aşağı olmaz. 30 dənə heyvan da gəlir 20.000 pul eləyir, yəni az bir məbləğ deyil. Bunun baxımız adı gəlib hara çıxır, yəni bir ildə bunu yedirt, bax, eldə o yan bu yan, 30.000 xərc qoymuşsunuz, tövlət iki nə bilim nə inər və o yan bu yan ciddi zərər eləyə bilərsiniz, yəni. Bir bu məsələ. Başqa bir məsələ, Azərbaycanda bilirsiniz ki, bunu çox adam deyir. Yəni, məndən də daha yaxşı, daha çox bu işlə məşğul olanlar, təcrübəlilər var, onlar da deyirlər. İndi mən də öz bildiyim qədərindən də, təcrübə elədiyim qədərindən bizim Azərbaycanda keçinin südünü satmaq, bəlkə 3-5 dənə, 10 dənə maksimum keçi olanda mümkün ola bilər. O da harada? Ancaq Bakı və ətrafında. Rayon yerlərində çox təəssüf ki, keçi südünü satmaq demək olar ki, qeyri-mümkündür, yəni nadir. Bakıda da, yəni birdən siz çox sayda keçi saxlasaz, deyək, saynən keçisi, 30 dənə keçi, ortalama gündə 2 litr yarım süd versə, 75 litr süd eləyir. Yəni, o günlük o qədər südü harasa satmaq biraz çətin məsələdir. Ona görə biraz iş çətinə gedir. Azərbaycanda keçindən gələn gəlir, yeganə onun pendirindən və ətindən ola bilər. Ətinə də o qədər güclü tələbat yoxdur, gərək müştəri kütləsi ola. Pendiri nisbətən daha yaxşıdır. O da, məsələn, böyük miqdarda pendiri satmaq da çətindir. Bəlkə, nə bilim, deyək, bir il ərzində siz bir 200-300 kilo pendir düzəldərsiniz, onu satmaq olar, bir 500 kiloya qədər. Bəlkə ətrafa kimlərəsə belə satılır. Amma tonlarla pendiri satmaq üçün bu getməlidir böyük marketlərə, marketlər zəncirinə, belə deyim. Orada çıxmaq üçün artıq bunun 1000 dənə hoqqası var. Yəni sənədləşməsi, qida sertifikatı və s. və ilə axir. Bu da hal-hazırda mümkün olan məsələlərdən biri deyil. Yəni. Orada elə bir şərtlər qoyublar ki, yəni belə mədəni şəkildə eləmə bu işi deyirlər də, yəni açıq-açıq demirlər ki, bu işlə məşğul olma. Amma mədəni şəkildə deyirlər ki, qardaş, sənə lazımdır 50 dənə, 60 dənə keçi saxlayasan, get 5 dənə keçini saxla, gündə bir 1 kilo pendir düzəlt, özün ye, artıq qalanda kiməsə sat, heyvanın yem pulu çıxsın, başını girir. Bu şəkildədir, yəni təəssüflər olsun ki. Ona görə, məsələn, bunu nəzərə almaq lazımdır ki, siz bu keçinin hansı məhsulunu dəyərləndirəsiniz. Necə bir
yəni südünü satmaq istəyirsinizsə, artıq baxacağınız cins fərqli olmalıdır. Ətini satarsınızsa, baxacağınız cins fərqli olmalıdır. Həm südünü, həm ətini satmaq istəyirsinizsə, artıq daha fərqli cinslərə baxılmalıdır. Yəni, ümumi götürəndə, mənim öz təcrübəmlə deyirəm ki, bu təsərrüfata başlamazdan öncə bunları nəzərə almaq lazımdır. Bir də əsas məsələlərdən biri, bu çox təəssüf ki, Azərbaycanda ən yaralı məsələlərdən biridir, ən ağır məsələlərdən biridir. Baytar xidməti. Çox təəssüf ki, bizdə çox da güclü baytarlar yoxdur. Hələ bölgələrdə ümumiyyətcə bu bərbad vəziyyətdədir. Şəhər ətrafında bəlkə normal bir baytar tapmaq olar, amma əgər təsərrüfatınızı qurasınızsa, keçi saxlayasınızsa, özünüz də az bir şəkildə maraqlanmalısınız. Özünüz də yavaş-yavaş, az da olsa bəzi məsələləri bilməlisiniz, yəni. Yoxsa zərər çox olar, ən primitivlərini ən azından. Bu, ümumi olaraq bu dediyim kimi də bir neçə illərdə mənim təcrübə elədiyim, gördüyüm məsələdir. İndi ümid eləyirəm, kimlər üçünsə faydalı olar, kimlərinsə işinə yarayar. Daha başqa məsələləri nəzərə almalı olduğumuzu bilənlər varsa, öz tövsiyələrini bizlə bölüşə bilərlər. Biz də bilmədiklərimizi öyrənərik. Allah hər kəsin işini avand eləsin, Allah hər kəsin işini, belə deyim də, xeyirli tərəfə çəksin. Əziyyət çəkənlərin də əziyyətinin qarşılığını versin inşallah.